Canlılarla rəftarımız necə olmalıdır? Nədir bizim davranışımızın əsas incəlikləri onlara qarşı? Bəli, ətraf mühit, yəni bizim kimlərlə övladımız ünsiyyət qurur, bu çox vacibdir. Ona görə ki, bəlli bir yaşa qədər, özüm də bundan öncə söylədim, məktəb dövründə, kiçik məktəbli dövründə 10 yaşa qədər hardasa biz bunu kontrol altında saxlaya bilirik, müşahidə edə bilirik. Dostlarını tanıyırıq, sinif yoldaşlarını. Lakin yeniyetməlik dövründə bunu hər zaman addım və addım müşahidə etmək mümkün deyil. Övladınız kimlərə baxır sosial şəbəkələrdə, kimi özünə örnək götürür, kimin ssenarisini təkrarlayır. Ona görə ki, çoxlu seriallar və onların baxdığı verilişlər var. Bəzən onlardan da özlərinə hansısa bir kumir və örnək bir insan seçirlər. Dost çevrəsi çox vacibdir. Övladınız hansı yaş kateqoriyalı uşaqlarla ünsiyyət Deməli, dost çevrəsini, əhatəsini nəzarətdə alacağıq. Yaxşı, onların o belə aşırı emosiyalarına, qabaran mənlərinə qarşı necə reaksiya verməlidir valideynlər? Həm qızlar, həm oğlanlar bu aralar yeniyetməlik dövründə çox emosional olduğu üçün onlarla eyni səs tonunda danışmaq təbii ki, olmaz. El dilində bir söz var, deyir, biraz belə pişim-pişimlə yola verin, getsin. Doğrudur, yoxsa yox? Deməli, pişim-pişimlə dərkən, bu deməkdir ki, hər bir uşağın öz temperament tipi var və öz sinir sisteminin xüsusiyyətləri var. Bunu nəzərə almaq çox vacibdir. Hər bir valideyn öz övladını yaxşı tanısa, bir o qədər yaxşıdır. Eyni yaşıtlar üçün eyni qaydalar heç də eyni olmaya bilər. Bəzən olur, valideynlər müraciət edir, deyirlər ki, bir ailədə 2 övlad yetişdirirəm, böyüdürəm, hətta eyni yaşda, əkizlər də ola bilər. Lakin o qədər fərqlidirlər ki, ona görə ki, hər kəsin fərqli temperament tipi və sinir sistemi var.